fövqəladə halları ilə əlaqədar mülki müdafiə qüvvələrinin toplanış siqnalı elan olunur. Naxçıvan Muxtar Respublikasının 2026-cı il üçün mülki müdafiə tədbirləri planına müvafiq olaraq keçirilən məşqin əsas məqsədi rayonun mülki müdafiə planının reallığının, Fövqəladə Hallar Komissiyasının, mülki müdafiə qərargahının, ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara çevik reaksiya verməsi və yüksəldilmiş hazırlıq vəziyyətinə gətirilməsi üçün operativ xəbərdar edilməsi olub. Həmçinin rəhbər komandir rəis heyətinin idarəetmə bacarıqlarının Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı koordinasiyanın təkmilləşdirilməsi də ilkin hədəflərdəndir. Məşqə rayonun mülki müdafiə rəhbəri, rayon Fövqəladə Hallar Komissiyası, mülki müdafiə qərargahı, ərazi və obyekt mülki müdafiə qüvvələri, idarə, müəssisə və təşkilatlar olmaqla 240 nəfər şəxsi heyət, 33 müxtəlif təyinatlı texnika, cihaz və avadanlıq cəlb olunub. Şahbuz rayonunun hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri, eləcə də ərazi xilas etmə dəstələri ilə xəbərdarlıq toplanış üzrə nümunəvi məşq keçirildi. Məşqin keçirilməsində əsas məqsədlərimiz rayonun mülki müdafiə planının, eləcə də qüvvə və vasitələrinin hazırlığının yoxlanılması oldu və deyərdim ki, məşq zamanı qarşıya qoyulan məqsədlərə nail olundu. Təhlükəsizlik qaydalarına ciddi əməl olunaraq Cəmləşmə rayonunda qüvvələrin hazırlığı yoxlanıldı. Məşqə cəlb olunan qüvvə və vasitələrin hazırlığı ilə bağlı məruzələr olunduqdan sonra məşqin təhlili keçirilib, növbəti təlim və məşqlər üçün tapşırıqlar verilib. Həsən Məmmədov, Tərlan İbrahimova, Əfqan Hüseynov, NTV Xəbər.